Allah'ın selamı və bərəkəti üzərinizə olsun əziz dostlar. Deyir, zamanənin tanınmış alimlərindən biri yatır yuxuda görür ki, şeytan bu zamanənin tanınmış din alimlərini iplə çəkib aparır. Və bu adam şeytandan soruşur ki, bunlar kimdir, çəkib aparırsan? Deyir, bunlar filan kəsdir, filan kəsdir, filan kəsdir. Bu adları çəkdikcə baxır, görür ki, bunların hər birini tanıyır. Özdəki zamanənin hörmət edilən adlı sanlı alimlərindəndir. Baxır onların içərisinə ki, özün orada görsün, görür ki, yox, bu özü orada yoxdur. Və qayıdıb şeytandan soruşur ki, bəs mən niyə orada yoxam? Deyir, səni iplə çəkib aparmağa ehtiyac yoxdur ki, onsuz da sən özün gəlirsən də. İndi buradan belə bir nəticə hasil olur ki, insan həmişə bir yaxşılıq eləyərkən, şeytan onun yaxşı əməlinin pis əmələ çevirmək istəyir. Yeri göy xalq eləyən Allah boş yerə dəfələrlə bizə müraciət eləməyib ki, həmişə şeytandan ehtiyatlı olun. O sizin düşməninizdir, daim sizin qəlbinizdə gəzir. Sizin yaxşı işlərinizi pis əməllərə çevirmək üçün daim mübarizə aparır. İndi siz bir yaxşı iş görərkən, onu bir təkəbbür yaratmaqla onu pis əmələ çevirməyə çalışır. Çünki bir insan yaxşılıq iş görəndə təkəbbürlənirsə, onun qürrələnirsə ki, mən görürsən belə bir işi gördüm, onun yaxşı əməli pis əmələ çevrilir. Ona xeyir gətirmək əvəzinə ziyan gətirir. Ona görə təkəbbürdən həmişə uzaq olmaq gərəkdir. Necə İsa əleyhissalama şeytan dedi ki, sən Bismillah deyinən. Dedi, nəyə durmursan? Bismillah dedə. Dedi ki, Bismillah demirəm. Ona görə demirəm ki, onu sən deyirsən. Ona görə mən Bismillah demirəm. İndi həmişə şeytandan, qardaşlar, ehtiyatlı olmaq lazımdır. Bir yaxşı əməl, iş görəndə o işi Allaha xatir görmək gərəkdir. Heç vaxtı təkəbbür hissi ilə yaşamayın. Təkəbbürdən uzaq olun. Nə iş görürsünüzsə görün, Allaha xatir görün ki, onun xeyri dəysin. Daha bizə xeyir əvəzinə ziyan verməsin. Diqqətinizə görə çox sağ olun. Minnətdarım.